İlk sualımız böyle bu olsun ki siz Babəkin etnik kimliği barəsində, mənşəsi barəsində bizə bir məlumat verəsiniz, biz də izləyək. Teşekkür ederim size suala göre. İlk önce bu sualın cevabına keçməmişdən önce son iller Azərbaycan kütləvi informasiya vasitələrində Babək və Xürrəmi hərəkatı olayı ətrafında bir neçə əmələ gələn cərəyanlar barədə mən danışmaq istəyirdim ki, hansılardılar onlar, hətta onları bir neçə hissəyə bölmək istəyərdim. Məsələn, burada belə deyim, ilk növbədə qatı millətçilər, şovinizm səviyyəsində olan millətçilər ki var, bu birinci cərəyan və ikinci cərəyan isə qatı dindarlar olan, ilk növbədə, məsələn, mən müşahidə edirəm bunu Sələfi cərəyanının bəzi kütləvi informasiya vasitələrində bunu görürəm ki, əsasən bu iki hissəyə bölünür və millətçi cərəyanında özündə də ikili münasibət var. İndi ona da mən toxunaram. Deməli, ilk növbədə qatı dindarların cərəyanında son illər, məsələn, o dediyim o Sələfi cərəyanı, təbii ki, onlar Ərəb xilafətini ideal bir dövlət kimi görürlər və həmişə onu ideallaşdırırlar və bu mənada bu dövlətə qarşı bütün üsyanlar, bütün hərəkətləri mənfi halda xüsusiyyətlərlə, yəni ki, bu cür göstərməyə cəhd edirlər və çalışırlar. Bu da onların ideoloji müstərisindən irəli gəlir və bu mənada onlar Babəkin şəxsiyyətini hər bir hansı bir mənbələrdir, təbii ki, bu mənbələr hamısı düşmənlər tərəfindən əsasən yazılan mənbələrdir. Aşağılayıcı təbii ki, ifadələr olur, fikirlər olur. Bu fikirləri əlində bayraq edib, Babəkin şəxsiyyətini, Xürrəmi ideologiyasını aşağılamağa cəhd edirlər, alçaltmağa cəhd edirlər. İkinci cərəyan isə millətçilərdən ibarətdir ki, dediyim kimi, o da iki hissəyə bölünür. Məsələn, birinci hissə anlayaraq ki, Babəkin etnik mənşəyinə toxunaraq və Bəz şəhərinin lokalizasiyasını, yerləşmə yerinə toxunaraq çox gözəl anlayırlar ki, Babək hansı etnik mənsubiyyətə malikdir və hansı ərazilərdə onun mərkəzi paytaxtı Bəz şəhəri yerləşirdi. Anlayırlar ki, Babəkin şəxsiyyətini, burada bir mən haşiyə çıxım, normal qatı millətçi, belə deyim, xəstəliyinə tutulmayan və xalqlar arasında dostluq şərtlərini qoyan bütün türklər bizim qardaşlarımızdır. Mənim dediyim sözlər qatı millətçi ki, şovinist səviyyəsinə gəlib çıxan türk millətçilərinə aiddir ki, qardaşlıq şərtlərini pozurlar. Azərbaycanda olan qeyri-türk xalqlarının tarixi şəxsiyyətlərinə hücumlar çəkirlər, mənimsəmək istəyirlər, mənimsəyə bilməyəndə alçaltmaq istəyirlər və tarixdən silmək istəyirlər. Bax, burada yəni ki, əvvəlcədən deyim ki, burada bir bölgü var. Bütün türklərə bu aid deyil, bütün türk intelligentlərinə bu aid deyil. Bəli, şovinist unsurlara aiddir, bəli. Bəli, yəni ki, şovinist hissəsinə, bir millətçilik edənlərə aiddir bu sözlər. Onların birinci dediyim hissəsi ki, anlayır ki, Babək təbii ki, etnikcə türk deyildi və heç bir tarixi mənbələr kifayət etmir ki, hətta saxtakarlıq belə etsələr xeyri yoxdur. Yəni ki, onun Talış xalqına mənsubluğu açıq-aydın görsənir. Onlar çalışırlar ki, Babəki alçaltsınlar, Xürrəmi hərəkatını alçaltsınlar və Azərbaycan imkanları olsa ümumiyyətlə Azərbaycan tarixindən siləcəklər. Amma burada bir şey deyim, həm bu cərəyana, həm də ki, öncə dediyim qatı dindar cərəyanının fikrinə, onların nəzərinə çatdırmaq istəyirəm ki, dünyanın istənilən ensiklopediyasında, istənilən ümumi tarix kitabında Babək hərəkatı, Xürrəmi hərəkatı, Azərbaycanda baş verən hərəkat qeyd olunub, yazılıb. Siz yəni Azərbaycan tarixindən bunu siləcəksiniz ki, bu hərəkatı ki, Azərbaycan tarixində mövcud olub, amma dünyanın bütün tarix kitablarında bu qeyd olunub. Yəni, bunu mu etmək istəyirsiniz? Yəni, onu silmək də mümkün deyil. Sadəcə burada anlamaq lazımdır ki, Azərbaycanda olan bütün xalqların tarixi şəxsiyyətləri, bütün xalqların tarixi nailiyyətləri, yaxud da milli azadlıq hərəkatları, bunlar ümumi Azərbaycan tarixinin bir tərkib hissəsidir. Tərkib hissəsidir
Və çox təəssüf ki, Azərbaycan tarix kitablarında yalnız yaxud da əsasən Azərbaycan türklərinin tarixi göstərilir. Başqa xalqların tarixi demək olar ki, yox səviyyəsindədir. O cümlədən də ki, Talış tarixi. Və millətçilərin ikinci bir cərəyanı da var. Məsələn, dediyim o birinci cərəyan, hətta konkret şəxs da deyim, hansı ki, Babaki alçaltmaq istəyirlər. Güya, belə deyim də, İslamın düşməni kimi qələmə vermək istəyirlər. Bilərək ki, Azərbaycan xalqı, müsəlman xalqı dini hissiyatlara malikdir və belə deyim, dini hissiyatlardan sui-istifadə edərək Babəkin şəxsiyyətini alçaltmaq istəyirlər. Bu məsələ hələ biz demək qayıdacağıq, çünki bu çox həssas bir məsələdir. Burada dini transformasiya məsələsi var. Azərbaycan xalqı həmişə müsəlman olmayıb ki və İslama keçmə dövrü uzun müddət çəkib. Yəni hissə-hissə, belə deyək, İslama keçid dövrü olub. Bu keçid dövrü də müxtəlif cürə olunub. Və sonuncu bir cərəyan ki var, bu da qatı millətçi şovinistlərinə aiddir. Amma bunlar bilirlər ki, tarixdən silmək Babaki mümkündür. Xürrəm hərəkatında Babaki türkləşdirməyə hər vəclə cəhd edirlər. Bu da bir cərəyandır. Bax, bu cür. Təbii ki, dördüncü hissəni də mən qeyd etmək istərdim ki, dünya tarixində ki, necə qeyd olunub, biz indi bu məsələyə toxunarıq. Xürrəmi hərəkatının məhz, belə deyim, Talışlarla bağlı hansısa bir zərdüştülük bazisində olan, amma xeyli İslami elementlərini özünə cəlb edən və Talış dağları ilə bağlı olan Bəs şəhəri ilə bağlı bir çox məlumatlar var ki, və bəzi, belə deyək, türk qardaşlarımız bunu olduğu kimi qəbul edirlər. Təəssüf ki, onların sayı azdır, amma bir müsbət tendensiya var ki, bu cür araşdırmaçılar ildən ilə artırırlar. Və bu da ki, çox böyük ümid verir ki, gələcəkdə, hətta tarixi müstəvidə kəskin diskusiyalar əvəzinə həqiqətən də qarşılıqlı bir qardaşlıq, bir mövzusu barəsində ümumi Azərbaycan tarixi olduğu kimi, belə deyək, yazılıb ortalığa çıxarılacaq. Bu 4 cərəyanı deməli qeyd etdim burada mən. Siz düz etnik barədə sual verdiniz. Belə deyim, ilk öncə onu qeyd etmək lazımdır ki, o dediyim saxtakarlıqlar ki var, zaman olub. Azərbaycanın etnik tarixi, gərək bir-iki kəlmə deyək, etnik tarixi barədə. Bildiyiniz kimi, qədim dövrlərdən İran dilli tayfalar ön Asiya ərazisinə həm Qafqaz dağlarını keçib, həm də ki, Orta Asiya ərazisindən keçərək gəlib məşğullaşmağa başladılar. Bu hadisə bizim eradan əvvəl 2-ci minilliyə təsadüf edir. Yəni, Ari tayfaları formallaşmış şəkildə. Ari, yəni İran dilli tayfalardan gedir söhbət. Bu Ari tayfaları o cümlədən gəlir Talış ərazisində məşğullaşır və Talış ərazisi, belə deyim, ön Asiyanın ilkin ərazilərindən olur ki, burada artıq sırf Ari mədəniyyəti, belə deyim, qalib gəlir və hökmranlıq edir. Bununla bağlı Talış Muğan arxeoloji mədəniyyəti ki, eramızdan əvvəl 14-cü, 7-ci əsrlərdə olub. Məsələn, alim Qrantovskinin dediklərindən, Paqrebovanın dediklərindən ki, onların arxeoloji mədəniyyəti araşdırılarkən açıq aydın göstərilir ki, bu artıq Ari tayfaları idilər, İran dilli tayfalar idilər. Və müxtəlif, belə deyim, indiki ön Asiyanın müxtəlif yerlərində, məxsusi tarixi İran deyəndə, yəni ki, keçmiş böyük ərazini ki, əhatə edir, elində bu cür bir ifadə var, yaxud da mədəni İran deyirlər ona. Bu ilk növbədə mədəniyyətlə bağlıdır. Eyni mədəniyyətə sahib olan ərazilərdə. Bura daxildir Novruz bayramı, Muğan, məsələn, mədəniyyəti, xüsusi arxitektura, inşaat və s. və ilaxır. Deməli, bu ərazilərdə tədricən çoxluq təşkil etməyə başlayırlar və media dövründə artıq, belə deyim, tarixi Azərbaycan deyəndə İran Azərbaycanı nəzərdə tutulur. Araz çayının cənubda olan hissə. Bu ərazilərdə də zaman keçdikcə İran dilli tayfalar çoxluq təşkil edirlər. Və bu çoxluq təşkili düz, deməli, bizim eradan əvvəl 8-9-8-7-ci əsrlərdən başlayaraq hegemonluq. Bizim eranın
hardasa 14, 15, 16 baxır hansı region, hansı bölgə, hansı mahal. Sonradan bu ərazilər tədricən türkləşiblər. Bu barədə çox gözəl yazıb vaxtında Boris Psixoloviç Miller, dünyanın məşhur şərqşünaslarından və İranşünaslarından biri. Onun məşhur məqaləsi də var. Azərbaycan əhalisi türkləşməkdən öncə. Təxminən bu adda da dünyada ən samballı şərqşünas və İranşünaslardan olan Henningin məqaləsi var. Bu istiqamətdə məsələn Henningin tələbəsi Yarşater İran Azərbaycanında olan taxtların, yəni ki Şirvan taxtlarının yox, İran Azərbaycanında olan taxtların ki onların dili Talış dilinə həddən çox yaxındır. Tatilər. Tati deyirlər onlara, Tati əslində onların dilidir. Amma əslində onlar da taxtdır. Sadəcə elmdə bir fərq göstərmək üçün, yəni tat və Tati belə bir ifadələr meydana çıxır. Əslində elə Şirvan taxtlarının da dili Tatidir. Yəni taxtdılar və dilləri Tatidir. Şəxsən mən İranda olan o taxtlara, onlara mən Talış dili yaxud da Talış taxtları deyirəm. Şirvandakılara isə mən Qafqaz taxtları deyirəm. Rahmetli Ali Abdülü də belə deyə səhv eləmirəmsə qeyd edirdi. Ola bilər, ola bilər. O çünki Ali Abdülü özü də İran tərəfdə talışşünaslıq və ümumiyyətlə nəfsə deyim, talışşünaslıq elminin banisi özü xalq taxtlarından idi. Yəni bu insanın milli mənsubiyyət kimi tat kimi özünü tanıyırdı, amma sonradan anladı ki, xalq taxtları yaxud da talışlar eyni xalqdır. Sadəcə nisbi olaraq talış və tat taxtları var. Və maraqlı budur ki, tarixdə məlumdur ki, qədim fars dili var, orta fars dili var və yeni fars dili var. İslamiyyətdən sonra xeyli ərəb sözləri daxil olandan sonra yeni fars dili. Əslində bu cür bəyaz dil konsepsiya məsələsi, bölgü məsələsi Midiya dilinə və bizlərə də aid etmək olar. Midiya dili qədim formasıdır, Parfiya dili Midiyanın orta formasıdır və yeni forması Pəhləvi dili ona deyirlər. Bəzən Sasanilərin orta əsr Pəhləvi dilindən səhv salırlar. Amma bunlar oxşar terminlər olsa da başqa-başqadır. Yəni ki, İslamiyyəti qəbul edəndən sonra xeyli ərəb sözləri Parfiya dilinə qəbul olandan sonra Pəhləvi dili meydana çıxır. Və Pəhləvi dilində mən sizə deyim şeiriyyata aid. Yəni burada coğrafiyanı göstərəcəm. Həmədandır, İsfahandır, Reydi, Azərbaycan vilayətidir, Talış vilayəti, o vaxtı adı Muğan vilayəti olub, buna biz toxunacağıq hələ. Yəni bax bu ərazilərdə çox geniş ərazidə. Şirvandan tutmuş Həmədan vilayəti daxil olmaqla, Zagros dağlarından, yəni Kürdistandan tutmuş Qərbi Xorasana qədər bir dil var idi. Bu dil Pəhləvi dili idi. Pəhləvi dili Midiya dilinin varisi idi. Yəni elə Babəkdən biz danışırıqsa, Babək ya hər hansı Xürrəmi öz dövründə deyim ki, indiki Lerik ərazisindən çıxıb Həmədana qədər, Həmədandan Qərbi Xorasana qədər rahat bir dil bilərək, Pəhləvi dili öz ana dilini bilərək rahat hərəkət edə bilər. Yəni bu qədər geniş bir coğrafiyada bir dil mövcud idi. Sadəcə belə deyim, elə bil ki, bir sıra millətçi tarixçilər bir konsensusa gəliblər. Və bu dili, belə deyim, güya ki, Pəhləvi dili yox olmuş, itmiş dildir. Halbuki dağılıq, meşəlik, bu cür geniş bir ərazidə dil tam itsin bu qısa müddət ərzinə, heç bir iz qoymasın, heç bir varis qoymasın, mümkünsüzdür. Məsələn, bu Pəhləvi dilinin varisləri kimlərdir? İlk növbədə Talışlardır ki, kütləvi şəkildə hələ də qalmaqdadırlar, özlərini qoruya bilmişlər. Taxtlılar da ki, siz tatillər də biz onlara, yəni İran taxtları, Təbrizdən şimal-qərbdə Xarzani ləhcəsi bir sıra kəndlərdir. Təbrizdən şimal-şərqdə Keringani və onun ətrafında olan kəndlər, məsələn, Uşdibin kəndi də var. Naxçıvanın bir sıra kəndləri, məsələn, bunu bizim araşdırmasılar demək olar ki, hamısı bilir ki, Naxçıvanın sonuncu bu dildə, köhnən, qədim Naxçıvan dilində danışan kəndi Kilit kəndi olur və o kəndin nümunəsi qalmaqdadır. Həmin nümunəni hər bir Talışa bir gün göstərsəniz, sizə rahat onu tərcümə edəcək. Naxçıvanın Ordubad rayonunun Kilit kəndində. Vaxtı ikən
İkili kəndinin yanında olan Kelat kəndində bu dil olub və başqa kəndlərdə də bu olub. Məsələn, dil itir, amma ləhcə qalır. Məhz bu səbəbdən Naxçıvanın bir sıra kəndlərində, köhnə qədim kəndlərində, Gülfə olsun, Mehram olsun, Ordubadın bütün kəndləri demək olar ki, onlar ləhcə baxımından Talış ləhcəsinə çox yaxın bir ləhcədə danışırlar. Səbəbi odur ki, Mirzə Kazım bəy dedikən, Azərbaycan ərazisində hər bir ləhcənin kökündə bir qədim dil durur. Dil itir, amma o dilin fonetik xüsusiyyəti ləhcəyə təsir edir. Deməli, bu böyük bir ərazidə Pəhləvi dili olub ki, Azərbaycanda olan onun dialektinə Azəri dili deyirdilər. İndi biz gəlib çıxırıq həmin Azəri dili məsələsinə ki, o Azəri dili haqqında istənilən ensiklopediyanı aça bilərsiniz. Yəni, biz geniş onun üstündəki durmayacaq. Azəri dili və bugünkü Talış dili Azəri dilindən varisidir. Bu dildə danışılıb bütün İran Azərbaycanında, Ərdəbildən tutmuş, Təbrizdən tutmuş, Marağadan tutmuş, Zəncandan, Qəzvindən, yəni bu ərazilər hamısı Azəri dilində danışılıb və tədricən bu dil bu adla itib və tat formasında, tati formasında orada qalıb, bizim ərazidə isə Talış adında qalıb. Bu dilin qalanları kimi. Bax, bu cürlə. Və etnik mənsubiyyətə biz gələndə bəzən mübahisələr gedir ki, niyə çox bir maraqlı mövzudur. Azərbaycan tarixşünaslığında Bəz qalasını qəsdən Talış bölgəsindən uzaqlaşdırmaya həmişə cəhd edirlər ki, Talış dağlarında olsa, düşür Düzlərik rayonuna və Talışların yaşadığı əraziyə. Bu o deməkdir ki, və Talışların bu ərazidə çox qədimdən yaşaması məlumdur. Bu o deməkdir ki, deməli, avtomatik Babək Talış xalqına mənsubdur. Ona görə cəhdlər edirdilər ki, həmişə mümkün qədər Talış ərazisindən uzaqlaşdırsınlar. Və bu da ki, bir sıra saxtakarlıq vasitəsilə edilirdi, amma nə qədər də o etsələr çox kobud formada edilirdi. Çünki mənbələr özünü göstərir. Mənbələr özünü göstərir. Və həmin insanlara ki, əvvəllər ediblər və indi də etməyə cəhd edirlər bunu, Bəz qalasını Talış bölgəsində yox, başqa bölgədə göstərmək istəyirlər. Lap başqa bölgədə göstərsəniz belə, Təbrizin üstündə olsa belə, həmin dövrlərdə bütün bu ərazilər bir dildə danışırdı. O dildəki Pəhləvi dili idi. Pəhləvi dilinin Azərbaycanda olan variantı ki, ona həm də Azəri dili deyirlər. Və indiki Talış dili də həmin dilin varisidir. Bəz istəyir Təbrizin üstündə olsun, istəyir Naxçıvanda olsun, istəyir Marağada olsun, Pəhləvi xalqına, Azəri xalqına və Talış xalqına mənsub olacaq. Çünki bu ərazilər o vaxtı hamısı bir dildə danışırlar. Azəri dilində danışırlar və etnikcə bir vahid edirlər. Azərilər edirlər, Pəhləvilər edirlər. Məsələn, Övliya Çələbi yazır ki, mağara haqqında 17-ci əsrdə hələ Marağa şəhərinin cəmaatı Pəhləvi dilində danışırlar. Quşdaşlı mahalı var, indiki Muğanın şimalı və Kür çayının hər iki sahilində olan bir mahaldır. 13-cü əsrdə, səhv etmirəmsə, Yaqut Həməvi yazır. Yazır ki, buranın əhalisi Pəhləvi dilində danışır. Yəni, bax, burada yəni ki, məsələn, son illərdə ildən ilə bu cür nümunələr, şeiriyyat tapılır. İldən ilə çoxalır, baza yığılır. Son illərdə hətta bir əsər tapıldı Təbrizdə. Səfinə-i Təbriz adında bir kitab tapıldı. O kitabın özündə də xeyli şeirlər var ki, Azəri dilində. Yaxud da ən bariz, ən məşhur nümunə. Şah İsmailin babası Şeyx Səfiyyəddin. Səfiyyəddindən, bəli, Talış dilindən. Şeyx Səfiyyəddinin 12 şeiri qalmaqdadır. Miller, İranşünas, dünya səviyyədə İranşünas tədqiq etdikcə dedi ki, bunlar elə demək olar ki, Talış dilidir. Bu qədər yaxınlıq var. Bu, yəni etnik mənsubiyyətlə bağlı. İndi burada biz təbii ki, istər-istəməz bəzin yerləşməsinə, bəzin coğrafiyasına da biz toxunmalıyıq. Bu artıq etnik mənsubiyyəti birbaşa bugünkü etnik xəritəyə gətirib çıxarır. Və daha da bir sıra ki, sübutlara tələblər meydana çıxır. Təşəkkür, Vüqar müəllim.